Kotlet düşüb tarixə. Kotlet düşüb İndi də tarixə. hazırlayıb. Bugün Aha. mən yalancı olaram, mən yəni hazırlamışam. Bacım hazırlayıb. Qızlar hazırlaşıb da bayramdır. Bayramda bir yerə toplaşırsınız yoxsa yox? Təbii ki, Günlərdə. mamanın yanına Toplaşırıq, gəlirlər. mama yanında həmişə. Gələ bilməyəndə deyir ki, götürsən gəl bizə. İndi Bura buna belə başa düşdüm Nazlı bəzən. ana deyir, bu hamı gəlsin, məni görsün. Anamızın 3 qızı var. Biz Üç bacı dənə. 2 qardaşıq. Biri hardadır? Bir sarayda. O da onda olar qızının, hə? Mənim əlimsi deyil, bu da bunun əlimsindədir. Ay vəzirə, Allah sənin gözəl ürəyini var eləsin, belə deyəcəm. Çünki biz bilirik ki, Balasına qurban olum. hər zaman siz deyirsiniz də ki, bacı, qardaşa dəstək ol. Ancaq özü ilə, valla. Heç mən deməmiş özü verir. Elə tərbiyə eləmişsiniz, evdə elə tərbiyə. hə, Bayaq hə, necə hə. deyirdiniz? Miriyə deyirdiniz ki, demişəm ki, mehriban olun. Ay, amma göndərdin mi yaxşı eləmişsən. Valla mən... Saatda kartlardan var ki, kartını hara Mən valla gəldim. qazandığımı özüm yeməmişəm. Mən hərdən əsəbləşirəm buna, deyirəm ki, bu 5 uşağı elə bil mənə görə dünyaya gətirmisən. İnsan nə qədər zülüm çəkər, insan nə qədər zülüm çəkər. Bacım da deyir ki, hər ailədə bir uşağa ruzu verilirdi, sən bizə nə lazımdır eləməlisən.